Salam əzizləyicilər, Zəfər Şəhidlər turnirinin 10-cu sezonunun 2-ci turunun növbəti qarşılaşmasında sizlərlə bərabərik və komandalarla tanış eləyim. Ekranlarınızdan sağ tərəfdə qırmızı geyimli komanda Şəhid Hacıyev Rizvan Kürdəmir komandasıdır. Ekranlarınızdan sol tərəfdə isə Şəhid Yusubov Elzar MC Finans komandasıdır. Hər iki komandalara uğurlar arzu edirik. Güclü olan qalib gəlsin deyirik. Ağam Aliyev sol cinaha Murad geriyə Anar. Yenidən Ağam Aliyev Elnur Murad Anar. İmran, Murad. Yenidən Elnur top çevirir. İlk dəqiqələrdən topu rəqibə vermir. MC Finans zərbə və qapıcı Seymur İmrandan gəlmişdi bu zərbə. Komandasının 10 nömrəli oyuncusu Seymur diqqətlidir qapısında. Murad geriyə Anar. Elnur. Murad. Ötürməsi Elnur. Adaşında qalır top. Geri ötürmə riskliydi. Qısa qalmışdı Anar. Məmmədov diqqətlidir. Elnur ötürməsi Murad. Təhlükəli ola bilər. Murad ötürməsi İmran qapı önünə. Seymur. Talıb. Sıxırlar onu. Talıb hə. Aldılar topu ondan Ataş. Mərkəzə İmran. Kamil var idi qarşısında. Geriyə Murad. Yenidən Anar. Mərkəzə İmran. Elnur. Sol cinaha Murad. Yenidən İmran. Talib var onun qarşısında. Baxır komanda yoldaşlarına İmran. Anar ötürməsi Ataş. Geriyə yenidən Anar. Ataş. Zərbə və qapı dirəyi. Arxa dirəyə dəyən top. Meydanı tərk edir. Qapıdan zərbə olacaq. Seymur top oyuna daxil edir. Kamil. Ötürməsi Talib. Zərbə dəqiqdir. İmran. Sol cinaha Murad. Anar yenidən İmran. Top itkisi təhlükəli ola bilər. Talib və Anar. Topu Talıba vuraraq meydandan çıxardır. Təhlükəni sovuşdurur. Qarşısını alır kapitan. Ataş. Ötürməsi Əli. Nəhayət ki Əlinin də adını çəkdik. 4 dəqiqədə Əli öndə idi. Top hələ dəyməmişdi ona. Elnur ötürməsi Ataş. Geriyə Murad. Zərbə qapıya. Toxunuş var və küncdən zərbə olacaq. Əli yerinə yetirir künc zərbəsini. Ötürmə Əlidən. Anar. Elnur Ağamalıyev. Futbol aləmində ona Tosu deyirlər. Klitskası ləqəbi Tosudur. Elnur ötürməsi Talib. Elnur sağ cinaha Əli. Qapı önünə və son anda Kamil. Elnur. Murad geriyə Anar. Sağ cinaha Elnur. Murad.
Anar hava ilə ötürməli və Seymur. Anardan Əliyə mükəmməl bir ötürmə gəldi. Topu tora qovuşdura bilmədi Əli. Üçüncü zərbəsi yerinə yetirir və Elnur. Daha bir üçüncü zərbəsi. Bu dəfə topun arxasına İmran keçir. Özü yerinə yetirəcək İmran. Ötürməsi. Səhvə yol verdilər. Zərbə qapıya. Dəqiq deyil. Hədiyyə vermişdilər Kürdəmir komandasına. Geri çevirdi bu hədiyyəni Kamil. Topu boş qapıya. Dəqiq nişan ala bilmədi Ataş. Zərbə. Dəqiq deyil bu zərbədə. Qapısı Seymur topu oyuna daxil edir. Kamil. Ara gedir Kamil və top itirdi Ataş. Əli geriyə Anar. Anar ötürməsi Elnur. Geriyə Anar. Mərkəzə İmran. Murad. Yenidən İmran. Gözəl çıxdılar ötürmə ilə İmran. Çəkdi soluna və gol! İmran fərqlənir. 1-0 edir hesabı İmran öz klasını göstərdi bizə. Bir sağa çəkdi, bir sola çəkdi. Topu tora qovuşturdu İmran. 1-0 etdi hesabı. Nəhayət ki, axtardıqları qolu tapdılar. MC Finans komandasının oyuncuları. Kamil. Və top Kamildən meydanı tərk edir. Anar. Ötürməsi Elnur Ağamalıyev. Mərkəzə İmran, yenidən Elnur. Sol cinaha Murad. Ötürməsinə Elnur ayaq qoyur. Geriyə Anar Məmmədov. Ötürməsi Elnur. Sol cinaha Anar. Murad, İmran. Elnur. İmran çəkdi yenə soluna İmran və zərbə vura bilmədi Kamil. Kamil gedir və hakim fitni səsləndirir. İmranın qaydanı pozduğunu bildirir oyunun hakimi. Təhlükəli bir nöqtədir. Topun arxasında Kamili görürük. Kamil özü yerinə yetirəcək. Şotu. Və hakim. Zərbə Kamildən dəqiq deyil. Canlı sətə deyil. Kamil. Ataş qara izləyir onu Ataş. Əl çəkmir. Zəli kimi yapışır və top meydanı tərk edir Kamilin özündən. İstədiyini əldə etdi Ataş. Komandasına qazandırdı topu Elnur Ağamalıyev. Sol cinaha Murad. Geriyə Anar. Mərkəzə İmran. Talıbdan top meydanı tərk edir. Top sözün həqiqi mənasında meydanı tərk etdi. Topu meydana qaytardı. Ağamalıyev topu oyuna daxil etdi. Anar. Sol cinaha Murad. Zərbə dəqiq deyil və top yenidən MC Finans komandasındadır. Talıb qapıya zərbə və gol! Kapitan fərqlənir. Talıb Anarın səhvini əff etmir. Topu boş qapıya dəqiq nişan alır və hesabda tarazlığı yaradır. 1-1 olur hesab. Kürdəmir komandası. Zərbə İmrandan dəqiq deyil. Seymur topu oyuna daxil edəcək.
Seymur əllə uzun ötürmə kapitan istiqamətinə. Ağamalıyev uzaqlaşdırır İmran. Murad. İmran geriyə Anar. Ötürməsi Elnur. İmran. Yenidən Elnur. Elnur. Ötürməsi mükəmməldir sol cinaha Murad. Ataş və top tora daxil olur. Ataş fərqlənir. Hesabda yenidən önə keçir MC Finans komandası. Qolun müəllifi isə 7 nömrəli oyuncu Ataşdır. 2-1 hesab meydana Zeynal Axundzadə daxil olur. Ataşın əvəzinə Elnur. Kamil. Kamil. Qapıya zərbə. Dəqiq deyil. Elnur Ağamalıyev. Fərid də meydana daxil oldu. Əlini əvəzləyir Fərid. Sol cinaha Murad. Yenidən Fərid. Ötürməsi İmran mərkəzə. Fərid daban ötürməsi İmran. İmran zərbə qapıya. Kamilə dəyir top və Talib. Topu İmran qaydır. Yenə qazandırır komandasına və onlarla bir-birini başa düşmədilər. Küzdən zərbə olacaq. Ötürmə qapı önünə, ilk istiqamətinə və cərmə zərbəsi təyin edir oyunun hakimi Murad. Sağ cinaha Elnur. Anar. Murad dəyişdi cinahı Elnur. Ötürməsi mərkəzə Fərid. İmran. İmran sol cinaha Zeynal. Mərkəzə İmran zərbə və gol! İmran! Dubl edir İmran özünün ikinci komandasının 3-cü qoluna imza atır. MC Finans komandası 3-1 hesabı ilə önə keçir. Oyunun 13-cü dəqiqəsində fərqləndi İmran. Topu mərkəzdən Ağa daxil edəcək topu oyuna. Hesab 3-1'dir. Və hakim xəbərdarlıq edir Kürdəmir komandasının ehtiyat oyuncular skamyasında əyləşən rəhbərliyinə. Zərbə Talıbdan dəqiqdir. Bitirmə İmran mərkəzə Fərid. Sol cinaha Xəyal da meydana daxil olub. Zaur da meydandadır. Oyuna ilk başladığı beşlikdən meydanda yalnız İmran qalıb. Bir də qapıcı Anar Məmmədov. Qalan bütün oyuncular əvəzlənib. MC Finans komandasında məşqçi qismində Toğrulu görürük bugün MC Finans komandasında kənarda. İmran mərkəzə Fərid. Fərid top itkisi Kamil. Kamil çəkdi, saxladı Kamil. Baxır komanda yoldaşlarını axtarır. Elvini tapdı. Ötürməsi Elvin. Top itkisi Fərid. Geriyə Xəyal. Sağ cinaha Zaur. Ötürməsi İmran. Fərid. Zeynal. Dəyişdi cinahı Xəyal. Qəbul etdi Xəyal. Ötürmə qapı önünə. Seymurda qalır. Tez daxil etdi. Kamil sinəsi ilə istədiyi kimi saxlaya bilmədi Kamil. İmran və Elnur top aldı ondan Ağa. Ağadan Kamilə. Kamil top elədi ondadır. Kamil zərbəsi Fərid. Ağanın zərbəsi və Anar. Topu saxladı meydanda. Vaylə ötürməsi Elvin. Girdi araya Talib. Zərbə qapıya və gol. Talib kapitan dubl edir.
3-2 olur hesab. Talib komandasını oyunda tutur. Hesab arasındaki fərqi bir topa indirir yenidən. Talib ümidləndirir komandasını. Oynamaq olur deyir. Sona qədər mübarizə aparın deyir kapitan. Axundzadə geriyə. Zahır. Fərid. Zahır. Ötürməsi. Zeynal. Fərid. Ötürmə. Talib ayaq qoyur. Top meydanı tərk edir. Xəyaldan geriyə Fərid. Mərkəzə İmran. Xəyal. Fərid. Qapanıb Kürdəmir komandası. Əks hücumlara bel bağlayıb. Zaur. Zeynal ötürmə və top itkisi. Ağa ötürməsi. Talib və İmran. Güzdən zərbəni Talib özü yerinə yetirir. Talib ötürməsi Kamil zərbə qapıya və Zahır blok qoyur bu zərbəyə. İki hücum 3-2 Fərid. İmranın çox önünə atdı bu ötürməni. Elnur Kamil soyuqanlı hərəkətlər ötürməsini verə bildi. Elvinin zərbəsi qapı dirəyi. Elvin dirəyə tuş gəlir. Anar Məmmədov oyuncularına əsəbləşir. Oynamaq lazımdır deyir. Kürdəmir komandası fürsətlər yaradır. Anar Məmmədovsa topu çölə vurur. Elvin, Talib. Qapı önünə ötürmə təhlükəli idi. Heç bir komanda yoldaşı yoxdur orada. Fərid mərkəzə Zeynal qapıya zərbə dəqiqdir. Seymur Kamil və Zeynaldan top meydanı tərk edib. Qapıdan zərbə. Əllə uzun ötürmə. Talib istiqamətinə boşla zərbə. Təhlükəli idi. Talib çox çətin bir vəziyyətdə zərbə indirməyi bacardı. Top dirəyin yanından meydanı tərk etdi Elnur. İmrana çatmasına imkan vermədi. İmran, Zeynal, daban ötürməsi. Fərid, Xəyal, zərbə qapıya, dəqiqdir. Qapıdan zərbə. Kürdəmir komandası yerinə yetirir. Talib, vurulan 2 qolun müəllifidir. Komandası adına qardaşı ilə divar ötürməsi alınmadı. Anar, Talib qazandı topu. Talib və Fərid. Top Talibdan deyir meydanı tərk edib oyunun hakimi və MC Finans komandası time-out götürür. 1 dəqiqəlik qısa time-out ayrılaq, sonra yenidən bərabərik. Və hakim fitil səsləndirdi, komandaları meydana yenidən dəvət etdi. Time-outun bitdiyini bildirir. Oyun qaldığı yerdən davam edəcək MC Finans komandasının kapitanı, rəhbəri Anar Məmmədov. Qapıdan topu oyuna daxil edəcək. Hakimin fitini gözləyirik. Heyətlərdə dəyişiklik yoxdur. MC Finans komandasında, Kürdəmir komandasında da yoxdur və fit səsləndi. Oyun qaldığı yerdən davam edir. Zaur. Sol cinaha, Xəyal. Zeynal, zərbə qapıya. Dəqiqdir. Seymur. Əllə uzun ötürmə, yenə Talib istiqamətinə. Ağa. Fərid, Talib, Xəyal və Zeynal qazandırır topu komandasına. Zaur. Sağ cinaha İmran top qaçdı ayağından Kamil.
Kamildən riskli hərəkətlər, top ikisi İmran, zərbə! Çərçivəyə düşə bilmədi İmran. Dubl edib bugün. Etrikə çox yaxın idi. Kamil ötürməsi gözəl alınır Elvin. Top qəbulunda. Səliqəli davranmır İmran. Xəyal ötürmə İmran. Xəyal. Oy 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 oy. Sağa sola xərcləyir fürsətləri MC Finans komandası. Talib qapıya zərbə. Anar yerində idi. Zaur Zeynal Zaur yenidən Zeynal qapanıb yenə Kürdəmir komandası. Zaur sağ cinaha Xəyal qapı önünə ötürmə Elnur uzaqlaşdırır Ağa Talib Ağa ötürməsi Zeynal daha yaxındır topa. Zeynal özü gəlir. Sol cinaha Fərid topladı. Ağa var qarşısında keçdi onu Fərid. Zərbə ola bilər. Zərbə və Seymur. Elvin ötürməsi Talib. Zeynaldan top meydanı tərk edib. Yan xəttdən top oyna. Elvin daxil edir. Ötürməsi amma rəqibə Zeynal. Sol cinaha Zaur Ağa var qarşısında. Gənc oyuncu. Ötürməsi gözəl alınır Fərid. Sağ cinaha Zeynal. Ötürmə Fərid. Taban zərbəsi İmran. Ötürməsi Fərid. Kamil. İmranda qalır top. İmran və Elnur. Fərid. Geriyə Zaur. Zərbə olacaqmı? Çəkdi soluna. Çəkdi sağına. Zaur. Ötürmə Zeynal. Gözəl ötürmə İmran və Seymur. Seymurdan mükəmməl bir qurtarış gəlir. Yaxın məsafədən İmranın fərqlənməsinə imkan vermədi. İmran kün zərbəsi geriyə. Zeynal dəyişdi cinahı. Zaur. Yenidən Zeynal. Hesabı 3-2'dir. Hesab arasındakı fərq bir topdur. Zaur Ağanı da keçdi. Zərbə və gol! Zaur fərqlənir. 4-2'dir hesabı. Komandanın 9 nömrəli oyuncusu. Bir qədər də rahatladır MC Finans komandasını. İlk hissənin son dəqiqələrində fərqləndi Zaur və daha bir time-out gəlir Kürdəmir komandasından. Bir dəqiqəlik götürmədilər time-out'u, istəmirik dedilər. Və oyun qaldığı yerdən davam edir Kamil, yenə riskli hərəkətlər. Kamil, Fərid və Fəriddən top meydanı tərk edir. Talib, önə doğru ötürmə Ağa istiqamətinə, Anar. Qapıdan zərbə. Oradan lazım deyil, çok iyi orada. Tarafa. Xəyal, özü gəlir Xəyalın, dəyişdi cinahı. İmran. Yenidən Xəyal. Sol cinaha Fərid. Geriyə Anar. Zeynal. Fərid, Zeynal. Oy. Fəriddən gözəl ötürmə gəldi. Zeynal taban zərbəsi yoxladı və qapıcı Seymur da zədələnir bu epizodda. Yerdə qalıb Seymur, qalxa bilməyib hələ. Görək, davam edə biləcəkmi? Qalxdı, Zeynal qaldırdı rəqibini. Əl uzatdı, qalxdı Seymur, davam edə biləcək. Qapıdan zərbə ilə top oyuna daxil olacaq. Seymur daxil etdi topu. Talib. Ötürməsi Fərid aldı. Fərid
qola, bax qola. Bax bu başqa səviyyə idi Fərid. Klasını göstərdi bizə. 5 getdi hesabı Fərid. Mükəmməl bir toxunuşla topu tora qovuşturdu Fərid. Fərid və Zeynal atsa atmadı bu top. İmran, yenə Fərid. Fərid. Ötürməsi Zaur. İmran. Fərid. Ötürmə. Zeynal. Gözəl ötürdü Zaura. Zaur, Zeynal və Talib. Güzən zərbə olacaq. Xəyal ötürməsi və Zeynal zərbə və gol. Zeynal fərqlənir. 6-2 edir hesabı. Zeynal Axundzadə 4 top fərqi var. İlk isə bitdi, səslənir. Hesabı 6-2-dir. Qısa fasilə, ikinci isə görüşmək ümidi ilə. Və Akimifti ilə ikinci hissəyə start verilir. Yenə hər iki komandalara uğurlar arzu edirik. Hesabı 6-2-dir. MC Finans komandası öndədir. Ataş. İmran dubl edib bugün İmran. Ataş onunla bir qolu var. Elnur Ağamalıyev. Sol cinaha. Murad. Mərkəzə Elnur. Zərbə qapıya Seymur və İlkin. İlkin. Taban ötülməz ki Əli və gol. Əli fərqlənir. Komandanın ən gənc oyuncusu. Topu tora qovuşturur Əli. 7-2 edir hesabı. Və mərkəzdən topu oyuna daxil edirdi. Qol sevincini də göstərdi bizə Əli. Seymur. Yenə öz amplansındadır. Elnur. Geriyə Anar. Sol cinaha Murad. Sağ cinaha Elnur Ağamalıyev. Mərkəzə İmran. Top saxlayır MC Finans komandası. 7-2 hesabı ilə öndədirlər. İmran zərbə və toxunuş da var idi. Güzdən zərbə olacaq. Əli var topun arxasında. Əli ötürməsi, Muradın zərbəsi. Dəqiq deyil, qapının üstündən keçir. Seymur. Əli ötürmə. Elvin. Və Murad qaydanı pozur Elvinə qarşı. Əli uzadır rəqibinə, üzrxahlıq edir. Cəlmə zərbəsi Kürdəmir komandasınındır. Kamil geriyə Elnur. Ötürmə. Elnur adaşında qalır. Ötürmə. İmran təhlükəli ola bilər. İmran Seymur qapı dirəyi. Və top meydanı tərk edir. Seymurdan gözəl bir qurtarış gəlir. Ataş Əli və top tordadır. Dubl edir Əli. Yoxun məsafədən baş zərbəsi ilə fərqlənir. Özünün ikinci komandasının 8-ci qoluna imza atır Əli. Gənc oyuncusu MC Finans komandasının ən gənc oyuncusudur Əli. Kamil. Kamil Ataş yenə zəli kimi yapışıb ona. İbrahim. Top ayağının altından meydanı tərk etdi. Ataş hava ötürməsi. Elnur qarşıladı. Talib. Talib ötürməsi. Muradda qalır. Murad. Sağ cinaha Ağamalıyev. Ötürməsi İmran. İmran. Elnur. Sol cinaha Murad.
Murad qapı önünü ötürmə. Elnur uzaqlaşdırır Ağa. Ağa ötürməsi dəqiq deyil. Ağa da Kürdəmir komandasının ən gənc oyuncusudur. İmran. Qarşısında İbrahim var. Tələsmir İmran. Murad. Yenidən İmran. Top saxlayır. MC Finans. Ağamalıyev. Geriyə. İmran. Qapını ötürmə. Seymurda qalır top. Dəqiq alınmır ötürməsi. Elnur. Elnur ötürmə. Keçmədi. Elnur və top yenə MC Finans komandasındadır. Anar. Murad. Geriyə Anar Məmmədov, kapitan. Sol cinaha Ağamalıyev. Ataş. İmranın zərbəsi. Seymurun seyfi. Geriyə Murad. Muradın zərbəsi. Ağaya dəyir bu zərbə. Yan xəttdən. Top meydanı tərk edir. Və top hərəkətdə idi. Top keçir Kürdəmir komandasına. Yan xəttdən top oyna. İbrahim daxil edəcək. Geriyə Elnur. Elnur keçdi əlini. Elnur ötürməsi dəqiq deyil. Anar! Bu nə səhv idi belə Anar. Hədiyyə etdi topu. Anar ayaqlarının altından avtogola imza attırdı komanda yoldaşına. Anar Məmmədov, bu da məndən Kürdəmir komandasına hədiyyə olsun deyir. Hesab 8-3 olur. Murad, cinahı gözəl dəyişir. Elnur, Ağamalıyev, adaşı qarşısında. Muradın zərbəsi, Ataş. Oy, 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 oy. Dirəyin dibinə girməkdə biraz gecikdi Ataş. Ötürmə, yenə keçir MC Finans komandasına. Top faizına baxılsaydı əgər təxminən 90 MC Finans, 10%da Kürdəmir komandası olardı. Elvin çata bilmədi topa. Hakim üstünlüyü göstərir. Ataş ötürməsi Əli. Ataş və Seymur. Futbol dilində desək, Seymuru bugün topla döyürlər. 8 top buraxıb. Xeylamla top çıxardıb Seymur. Zədələndi Seymur yaxın məsafədən. Top dəydi ona. Tullanıb düşür, vəziyyəti yaxşıdır Seymurun. Ötürmə. İmran. İmran. Sağ cinaha Murad. Anar da qoşulub oyna. Keçib mərkəz xəttini. Deyəsən yenə hədiyyə vermək istəyir Anar Kürdəmir komandasına. Ötürməsi mərkəzə. Elnur. İmran. Zərbə qapıya. Dəqiq deyil. Talıb müdafiəyə çəkilib bu dəqiqələrdə Talıb. Elnur. Seymur. Uzaqlaşdırdı topu. Ağamalıyev. İmran. Anar Məmmədov. Ötürməsi. Ataş. Top itkisi. Talıb qapıya amma top ayağına oturmadı. Yan xəttdən meydanı tərk etdi. Talıb ilk hissədə uzaq məsafədən çərçivəni dəqiq nişan almışdı İmran. Kamil, qapı boşdu. Kamil, qapıya zərbə. Qapı dirəyinə dəyən top. Meydanı tərk edir, etirazlar var. Amma Kamil komanda yoldaşı meydanı tərk edəndən sonra
düzgün yerdən meydana daxil olmuşdu və hakim oyunu davam etdi. Ataş zərbə, yenə Seymur. Yalvarır komanda yoldaşlarına, oynayın da nə olar deyir. Səsi bizlərə qədər gəlib çatır Seymurun. Zaur, İmran ötürmə, Zaur, Daban ötürməsi Seymur və Talib uzaqlaşdırır topu. Ağamalıyev də qalır yenə top. Sanki ayağında maqnit var Elnur Ağamalıyevin. Bütün qaydan toplar ona gəlib düşür. Zərbə İmrandan. Elnura dəyən top meydanı tərk edir. Axundzadə daxil oldu meydana, ötürmə. Seymur Zeynal və top meydanı qapı dirəyin yanından tərk eləyir Elnur. Ötürməsi Elvin. Kamil. Kamil. Ataş aldı topu ondan. Ataş. Ağa var qarşısında. Ağa. Qapı önünə Seymur. Zaurun zərbəsi qapı direği. Və zədələnən oyuncu var. Talıbdır bu. Kapitan zədələnir. Kürdəmir komandasında. Vurulan 3 qoldan ikisinin müəllifi Talıbdır. Bir qolsa avtogol olaraq qeydə alınıb hakimin kitabçasında. Kamil. Oyun bərpa oldu. Kamil. Kamil ötürmə. Talib istiqamətinə. Talib çatdı. Topu saxladı meydanda. Qapı önünü ötürmə. Anar. Bu dəfə keçid vermədi. Ataş. Sol cinaha. Zaur. Sağ cinaha. Zeynal. İmran, Zeynal, qapı önünü ötürmə və penaltidir bu, bəli, ağa. Əlinə toxunmuşdu top. Kürdəmir komandasının qapısına penalti zərbəsi təyin olunur və topun arxasına Anar gəlir. Kapitan Məmmədov, qapıcı, onun aktivində. Bir gol var, qapıcı ola. Aktivinə 2 gol yazdıra bilər. İlk turda da golu var, Anar gəlir. Zərbə qapının üstündən. Göyə vurur topu. Bu da bir belə hədiyyə olsun deyir məndən Elvin. Anar bugün hədiyyələrə doymur. Zeynal. Axundzadə, Zeynal. Dabanla İmran, ötürməsi Ataş və top toru yandan sirkəliyir. Seymur, əl ötürmə Talib istiqamətinə, baş zərbəsi alınmadı. Qapıdan zərbə Anar, Elnur, yenidən Anar, Məmmədov. Baxdı önə doğru, ötürməsi İmran, sinəsi ilə ötürmə Seymur. Talib. Çox gözəl keçid etmişdi Zeynalın ayaqları arası ilə. Və hakim Zeynalı bağışlamır, Axundzadəni sarı vərəqə ilə cəzalandırır. Talib, kapitan, döyüşür, vuruşur. 2 qolu var aktivində. Amma 5 top fərqi ilə geridədir. Kamil, qapıya zərbə. Anar yerindədir. Zaur. Ötürmə, İmran ötürmə. Zaur və topu qapıdan çox aralı keçir. İmran xəsislik etmədi, ötürmə etdi. Zaur saat dəyərləndirə bilmədi. Kamil və Fəriddən top meydanı tərk edir. Kamil, Elvin. Dabanla yenidən Kamil. Kamil top elədi ondadır ağa. Ağa ötürməsi Talib. Kamil. Kamil ötürməsi. Elnur Ağamalıyev girdi araya.
5'ə 2 tutublar. Zaur ötürmə. İmran və hat-trik. İmran nəhayət ki istədiyi hat-trikə qovuşdu. 9-3 etdi hesabı. İmran Kürdəmir komandasının olan qalan ümidlərini də qırır İmran. 9-3'də hesab. Kamil. İlkin meydandadır. Kamil. Kamil yenə yığıb başına 2 nəfəri gedir. Kamil. Kamil və Zaur keçid vermir ona. Kamil geriyə, İlkin qapı önünə, Elvin istiqamətinə, dəqiq deyil. Əllə uzun ötürmə və düz Seymura qədər gəlib çatır bu ötürmə. Seymur ötürməsi, Talı. Mərkəzə, Kamil. Zərbə qapıya Elvin və Anar, diqqətlidir. Ağamaliyev topu meydandan çıxardır İlkin. Ötürmə Kamil. Kamil və top yenə Kamildə qalır Axundzadə İlkin. İlkin top itkisi Ağamaliyev. O da itirdi Elnur istiqamətinə. Anar oxudu bu ötürməni. Anar özü gəlir. Anar nələr edir Anar. Zeynal Anar ötürmə Xəyal. Zeynal geriyə. Zaur ötürmə Anar. Oy 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 oy. Bu sonluq yaraşmadı sənə kapitan. Ən çətin olanı etdi Anar Məmmədov. Topu tora daxil etmədi. Talib Elnur Ağamalıyev təcrübəsi ilə. İlkin ötürmə. Talib taban ötürməsi. Kamil. Yenə Anar. Kamil gözəl keçdi. Kamil. Top yapışıb sanki ayağına Kamili. Sonluğu gətirə bilmədi. Seymur yenə hara gəldi, vurdu topu. Top Anara qədər gəlib çatdı. Seymur bu gün qapısında 9 top buraxıb, amma həqiqətən də can qoyub qapıda. Çox zərbələrin qarşısını alıb. Fərid, sol cinaha, Elnur Ağamalıyev, Fərid, Zaur, zərbə, yenə Seymur. Zaur, Fərid, Kamil qazandı topu, Zaur və çata bilmədi topa, top meydanı tərk etdi. Talib ötürməsi, Talib zədələndi. Ayağı Setkaya dəydi Talibin, tələsdi biraz. Yaxşıdır, davam edə biləcək Talib. Hakim atışı ilə oyun davam edəcək, Rami. Baxdı topu MC Finans komandasına, Fərid və Seymur. Əlli ötürmə, Elvin istiqamətinə, Elvin saxlaya bilmədi, Anar. Elnur. Xəyal, top ikisi, Talib, zərbə, dəqiq deyil. Fərid, ağa girdi araya bu ötürməyə, ağa. Talib və çatdı Talib, çatmadı Talib. Qapıdan zərbə olacaq. Talib zədəlidir. Canını qoyur kapitan. Fərid, Zeynal, Anar. Yenə önə çıxıb ötürməsi. Kamil, qapı boşdur. Kamil. Anar var qarşısında. Anar. Və top Anardan meydanı tərk et. Xeyr hakim.
MC Finans başlayacaq dedi. Xəyal sol cinaha. Zaur ötürməsi və Zeynal Axundzadə. Dubl edir Zeynal da bugün. Hesab 13 olur. MC Finans komandası öndədir. Təxminən oyunun bitməsinə 5 dəqiqə vaxt qalıb. Talib. Zərbə qapıya dəqiq deyil. Talib davam edə bilmir Talib. Əvəzlənir. Amma heç bir komanda yoldaşı girmək istəmədi. Talib yenidən qayıtdı meydana. Axsiya oynayır Talib. Fərid sol cinaha Xəyal qapı önünə. Yenə Seymur. Hər yerindən bugün top çıxardıb Seymur. Xəyal ötürmə Anar zərbə olacaqmı? Zərbə Seymur. Daha bir zərbə. Anar Məmmədov. Anar öz qollarıyla, öz oyunuyla bugün şov göstərir. 11-3 etdi hesabı kapitan. İlk zərbəni Seymur dəf etdi. İkinci zərbə isə qarşı salınmaz idi. Talı uzaqlaşdırdı. Topu meydandan çıxartdı. Fərid klas keçdi Fərid. Anar görək Anar yenə nə edəcək və etdi də Elvin zərbə Anar. Anar şov izləyirik bu dəqiqələrdə. Məmmədov azarkeşləri coşdurur, şənləndirir buraları. Xəyal ötürməsi Zeynal. Zeynal zərbə Seymur. Daha Seymur nə etsin Seymur? Seymur daha nə etsin? Topla döyürlər onu. Futbol dilində desək. Ağamalıyev. Fərid. Zeynal. Xəyal. Oy baş zərbəsi endirə bilmədi. Talib. Ötürməsi Kamil. Kamil ötürmə ağa. Nə edəcək ağa? Gözəl saxladı. Gənc oyuncu ötürməsi. Dəqiq deyil. 3-ə 1 yaxalayıblar. Zeynal Xəyal. Güzdən zərbə olacaq. Seymur oxudu bu ötürməni. Xəyal. Ötürmə. Fərid. Fərid. Zərbə Fəriddən. Ağa blok qoyur. Talib ötürməsi gözəl alınır öz qardaşına Elvin və top itkisi. Fərid. Ötürmə İlkin. Gözəl oynayır İlkin. Mükəmməl oldu İlkin və bitirdi aldığı topu Fərid. Xəyal. İlkin qayıtdı, qazandırdı topu komandasına. Seymur əl ötürmə. Top meydandadır Kamil və hakim davam deyir. Sağ cinaha Zeynal. Zaur ötürməsi Anar neynəcək Anar və Seymur. Qapçıya qarşı. Zaur zərbəsi və 12-3 olur hesab. Zaur fərqlənir yenə. 12-3 edir hesabı Zaur. Artıq oyuncuların qollarının sayını itirmişik. Kim neçə qol vurub? Birbaşa qapıya zərbə. Anar yerindədir. Hər top tutanda coşur tribunalar, alqışlayırlar Anar Məmmədovu. Sağ cinaha Ataş. Ötürmə Ataş. Ataş təzə keyt alıb. Hələ topu tam tənzimləyə bilmir Ataş. Oy Kamil artıq şov göstərir Kamil. Hesabı unudub. Oyunun bitməsinə təxminən 1-2 dəqiqə vaxt qalıb. Ataş.
Özü zərbə endirir. Talım zədəli də olsa can qoyur. Fərid toxunmadan rəqibi asist etdi Fərid. İlkin və Anar bir müdafiəsi kimi oyuna qoşulub Anar. Fərid, İlkin ötürmə Anar. Elnur zərbəsi Ataş. Top saxladı meydanda Ataş. Zərbə və dubl edir Ataş. 13-3 olur hesab. Ataş fərqlənir. Və mərkəzdən top oyuna daxil etdi Kürdəmir komandası. Talıb ötürməsi İlkin. Yenidən Talıb. Qapıya zərbə Anar. Zeynal. Ötürməsi Zaur. Sağcınaha Zeynal. Ötürmə Ataş. Ötürmə Xəyal çəkdi soluna. Qapı dirəyi və gol. Xəyal fərqlənir. 14-3 edir hesabı Xəyal. Artıq gücü qalmayıb. Tükənib gücü Kürdəmir komandasının. Çox topsuz qaldılar. Bu da daha çox fiziki güc sərf etmək deməkdir. Zaur və Akif fikri səsləndirir. Bu oyunun qalibi MC Finans komandası olur. 14-3 hesabı ilə 3 xalı öz aktivlərinə yazdırır. Hər iki komandalara növbəti oyunlarda uğurlar arzu edirik. Sizlərlə sağollaşırıq. Sağ olun, sağlıqla qalın.